Şagirdləri biz bugündən Çinar yayımlarında nəşr olunmuş Vüqar Adilovun 9-cu siniflər üçün 30 sınaq kitabından sınaqların izahına baxacağıq. Bu izah sizin üçün faydalı ola bilər. Kitabı işləyib, sınaqları işləyib, diqqətlə bu izahları dinləsəz, imtahanda yüksək nəticə əldə edə bilərsiniz. Başlayaq elə birinci sınaqdan. Deməli, birinci sınavda sualın biri belədir. Birinci sual belədir. Tələffüz formasında verilmiş sözlərin hansında səhvə yol verilmişdir? Deməli, baxıram. Cürətli sözü, bəli. Burada yazılışında l var, cürətli yazılır. Parlaqlıq, parlaqlıq sözüdür, bəli, düzdür. Üfüq, qına yazılır, qına deyilir. Malikanə, iki uzanma var, qalan bir fərq yoxdur. Dosyanın sözündə sözün sonu s-tı, ş-tı, f-tı ilə bitən birləşmələrdə özündən sonra samit gəldiyi zaman bu t düşməlidir. Yəni bu sözün tələffüzü olmalıdır dosyana. Yəni birinci sualımızın cavabı olacaq E variantı. Sonra baxıram ikinci suala. Nümunədə işlənmiş sözlərin fonetik xüsusiyyətlərlə bağlı uyğunluğu müəyyənləşdirin. Bu vətən övladı ağlayan zaman söylə tutmusanmı onun əlindən? Deməli, burada doğru və yanlış fikirlər seçirik. Cingilti samit tələffüz zamanı kar qarşılığı ilə əvəz olunmuşdur. Baxıram, bir vətən övladı ağlayan zaman söylə tutmusanmı onun əlindən. Burada bir dənə sözdə, bax bu sözdə dəyişikliyi var. Əlindən sözündə dəyişikliyi var. Burada d keçir n-ya. Söylə tutmusanmı onun əlindən. Başqa heç bir yerdə bir də ağlayan sözündə ağlayan olur. Qalan bir dəyişiklik yoxdur. Yəni, cingilti samit tələffüz zamanı kar qarşılığına keçsin. Belə bir hal baş verməyib heç bir sözdə. Açıq sait tələffüz zamanı qapalı sayda keçmişdir. Bəli, ağlayan zaman, ağlayan zaman olur. Yəni, bu dəyişir. 2-ni götürürəm. 3-də səs artımı baş verib. Heç bir sözdə səs artımı yoxdur. Yanlışların altından yanlış seçilməlidir. İsmin H şəkilçisi yazılışından fərqli tələffüz olunur. Bəli, əlindən, tələffüzdə əlindən olur. 4 yanlış deyil, doğrudur. Sözlərdən birinin yazılış və tələffüz arasındakı fərqli məqam var. Heç bir sözdə belə şey yoxdur. 5 yanlışdır. Saitlə başlayan şəkilçiyə görə söz kökündə sait düşmüşdür. Heç bir sözdə bu da yoxdur. Yəni sualımızın cavabı 2, 5, 6, yəni C variantı olacaq. Sonra baxıram 3-cü suala. Gecikmə sözünün fonetik təhlili ilə bağlı fikirlərdən hansı səhvdir? Sözün yazılışı və tələffüzü arasında iki fərqli məqam işlənmişdir. Bu doğru fikir, gecikmək olur. Bu doğru fikirdir. Sözdəki cəzalardan hər birində samit işlənmişdir. Bəli. Sözdəki cəzaları gecikmək şəklindədir. Hər birində samit var. B-də düzdür. Kar samitlərin sayı cingilti samitlərin sayına azdır. Deməli, sözdə gecikmək. 2 dənə kar samit var. C, C mı? 3 dənə cingiltili var. Yəni azdır. Doğru fikirdir. Kar cingilti samit cütlüyünü işləməyinə rast gəlinir. Heç bir kar cingilti samit cütlüyü yoxdur sözdə. D bizim cavabımızdır. Sözdə çığ işləməyib, bəli işləməyib. Bütün çığlar keçib xıştırxə. Üçün sualın cavabı oldu D. Baxıram 4-cü suala. Deyil fikirlərdən hansı sözlərin heç birinə aid edilə bilməz? Cingilti samitin kar samitə keçməsinə nümunə var. Deməli, A variantında olan heç bir sözdə yoxdur. A-nı saxlayıram, cavabımız A-dır. Digərləri niyə deyil, ona baxaq. Sözün yazılışı ilə tələffüz arasında fərq yoxdur. Adlandırır sözündə, adlandırır, yox, burada var. Boyamışdı. Bunda heç bir fərq yoxdur. Yəni, B 3-ə getdi. Tələffüzdəki fərq yalnız saitlə bağlıdır. Olmaya, olur, olmaya. C 4-ə aiddir. Tələffüzdəki fərq yalnız samitlə bağlıdır. Adlandırır. Bu da 2-yə aiddir. Həm saitlə, həm samitlə bağlıdır. Bəs deyir. L-d olur, ə-i olur. Hər ikisinə aiddir. Bu da 1-ə gedir. A variantına aid söz yoxdur. 5-ə baxıram. Deyir, hansı mətndə hər iki sözdə buraxılmış hissəyə eyni hərf yazılmalıdır. Məsələn,
bünövrədir, mühümdür. Elə cavabımız adı. Materik olur, obyekt olur. Püstədir, meridiandır. Azuqadır, cümhuriyyətdir. Əsmərdir. Yəqin ki, əsmər sözü var da burada. Kərpic. Hə, bu əsgər. Yəni, kar cingiltili qarşılıqlardır da. Deməli, eyni hərf hansındaydı? A variantındaydı. 5-ci sualın cavabı oldu A variantı. Baxıram 6-cı suala. Deyir, nömrələnmiş sözlərin tələffüzü ilə bağlı doğru fikri seçin. Nömrələnmiş sözlərdən biri düşünməkdir. Özündən sonra sahib gəldiyi üçün Q keçib burada Y-ya. Yenə sahib gəldiyi üçün Q keçir Y-ya. Sevmək, sevilmək. Samit gəldiyi üçün Q keçir X-dirxə. Sözlərin hamısında Y səsi işlənmişdir. Hamısında Y işlənməyib də. Bizdən doğru fikir istəyir. Biri X-dirxdir. Yalnız birinci, ikinci və dördüncü. Hə, bir dənə dördüncü də var. Sevilmək olub. 2-dən sonra yenə sahib gəldiyi üçün keçir Y-ya. 1 və 2, 4-cü sözdə də Y səsi işlənmişdir. Bəli. 3-cü sözdə X-dirxdir. 3 və 4-də X-dirxdir, yanlışdır. 1 və 2-də X-dirxdir, yanlışdır. Nömrələnmiş sözdən yazışı və tələffüzü fərqlənmir, xeyr, fərqlənir. 6-cı sualın cavabı da B variantıdır. Gəldik 7-ci suala. Bağın cıdır düzünə asılan darvazasının yanında böyük bir qoz ağacı var. Cümləsində işlənmiş sözlərdən yalnız birinin tələffüz yazışından fərqlənir. Fikirdən hansı həmin söz aid edilə bilər? Burada böyük sözüdür. Bu söz. Özünə söz samit gəldiyi üçün Q keçib X-dirxə. Qalın sahitlərin ahəngi yox, incə sahitlərin ahəngi gözlənilib. Eyni samit qoşalığı yoxdur. Hərflərin səslənən sayı müxtəlif deyil. İlk hecası bir hərfdən ibarət olduğu üçün xeyr. 2 hərfdən ibarətdir. Böyük. Sözdə həm cingiltli, həm də kar samitlə işlənmişdir. Bəli. Tələffüzündə B da var. X-dirx olmuşdur. Bu da cingiltli də var. Sualın cavabı E variantıdır. Baxıram 8-ci suala. Deyir ki, nümunədəki sözlərlə bağlı səhv fikirləri seçin. Orada bitməyəcək, o solan çiçək. Bitməyəcək. Bu indidən yazım. Ə olur, X-dirx olur, o solan çiçək, X-dirx. Külək, o xəzəli, sahib gəldiyi üçün. Sahib gəldiyi üçün Y olur. O xəzəli ayıltmayacaq. Düzdür, min belə payız gələcək. Amma heç bir payız qayıtmayacaq. Deməli, Q samiti K kimi tələffüz olunmasına rast gəlinir. Q-nın K kimi. Bir dəqiqə görək. Bizdən səhv istəyirdi. Heç bir sözdə K olmayıb. Ona görə bir elə yanlışdır. A-nın I kimi, bəli, qayıtmayacaq, ayıltmayacaq. Burada var. Lap rahat olsun istəyirsinizsə, gəlin 2 olan variantları çıxın. 1 olmayan variantı çıxın. Q samitinin Q kimi tələffüz olunmasına rast gəlinir. Q-nın Q kimi tələffüz olunmağa. Hansı söz də var Q-nın Q kimi tələffüz olunması? Heç bir sözdə yoxdur da şagirdlər. Elə 3 də yanlışdır. Q samiti Y kimi tələffüz olunur. Bəli. Bitməyəcək. Külək, bəli, var. Ə saiti I kimi tələffüz olunur. Bitməyəcək. Burada tələffüz olunduğu üçün 5 də yanlışdır. Daha doğrusu doğrudur. Seçmirik. Cavabımız 1-3. D variantı. Sonra baxıram 9-cu suala. Sözlərin tələffüzünü nəzərə alaraq məntiqi ardıcıllıq. Müdrik, bildir ki, bax bu ixtisar bir dəyişiklik. Yaymaq 2 dəyişiklik. Mütəşəkkil bir dəyişiklik. Kollektiv. Amma rəqabətdə heç bir dəyişiklik yoxdur və bizə dəyişiklik olmayan söz lazımdır. Sualın cavabı da olur B variantı. 10-da nümunənin neçənci misrasında sözdə cingilti samitin başqa bir cingilti samitlə əvəzlənməsi müşahidə olunur. Əlim çatmır, ünüm yetmir heç sizə. Qorxuram ki, qovuşaram gec sizə.
Cingiltiyə çevrilsin deyə burada ç olur. Bağrım çatlar. Kimsə baxsa, kəc sizə. Ay atamın nağıllaşan koması, ay anamın baldan şirin laylası. Burada bağrım çatlar olur da. Cingiltili l, kəsir cingiltili d-ya. Belə, qrammatikamız bu qədər. Keçək indi mətnimizə. Mətni oxumusunuz. Ona görə də birbaşa mətnin suallarından başlayıram. Tomlisin məktubundan məlum olur ki, Tomlisin məktubundan nə məlum olur? Kirin qərarları haqqında deyilən sözlə onu inandıra bilməmişdir. Xeyr. Onlar çoxdan bu müharibəyə hazırlaşıblar. Xeyr. Onlar Kirin şərtlərini qəbul etməyə hazırdılar. Xeyr. Kirin qüdrəti haqqında deyilən sözlə onu qorxutmamışdır. Bəli. Orada deyir ki, Araz çayına qədər uzana bilər. Bir dəqiqə, həmin hissə buradadır. İran hökmdarı, sənin şöhrətin zəfərlərin yalnız bizim vətənimizin sərhədlərinə qədər uzana bilər. Yəni, mən səndən qorxmuram, ay Kir. Sonra, variantda deyil. Sonra gəldi 12-ci sual. Deyək, qarşısında şərə qoyulmuş cümlələr əsasında hazırlanmış cədvəldəki səhvləri müəyyən edin. Qarşısında şərə qoyulmuş cümlələr Avropa müstəbidləri bizə boyun əydiklərini etiraf etdilər. Məktubatiyan hökmdar heyrət donub qalmışdı. Bu cümlədə zalım sözünün qarşılığı işlənmişdi. 12-ci sualdadır. Xeyr. Zalım sözünün qarşılığı qəddar, zülmkar yoxdur. Məcazi mənalı sözdən istifadə olunmuşdur. Bəli. Boyun əyəcək mən təslim olmaq mənasındadır. 2 düzdür. Sonra baxıram, bəhs olunan surətin yaşadığı hiss diqqətə çatdırılmışdır. Bəli. Heyrət içində donub qalmışdı deyir. Diqqət içində bu var. Bizdən səhvləri istəyir bu. Mən də əksinə düzləri seçirəm və yaxdan. Bir dəqiqə. Burada 3 doğrudur. Aid olduğu abdasının məzmununa əlaqəsi zəifdir. Xeyr, doğrudur. Mətn əsasına aiddir. Doğrudur. Deməli, zalım sözünün qarşılığı işlənmişdir. Məcazi mənalı sözdən istifadə olunmuşdur. Hansı sözə aiddir? Avropa müstəbidləri. Bir dəqiqə, burada zalım sözünün qarşılığı işlənmişdir deyir. Hə, müstəbid sözü. Burada zalım müstəbidin qarşılığıdır da. Deməli, 1 doğru da. 1 də doğru olur, 2 də doğru olur. Şagirdlər, burada məsələ nədir? Yəqin ki, heyrət içində donub qalmaq. Bu da məcazidir. Yəni, 2 ortaq olmalıydı. Yer səhv olduğu üçün 2 yanlış olur. Sualın cavabı belə olur. Yoxsa başqa cür sualın cavabı çıxmır. Sonra baxıram 13-cü suala. Hansı cümlələrlə mətnin nəticə hissəsini genişləndirmək mümkündür? Mətnin nəticə hissəsi, yəni bu hissədən söhbət gedir. Baxıram indi cümlələrə. Görək indi hansı cümlələrlə genişləndirmək olar mətnin nəticə hissəsini. Vədətin bu cür gedişi onu razı salmışdı. Xeyr. Təslim çağırışları faydasız olmuşdu. Düşmən ona inanmamışdı. Bəli. Düşmən Kirə inanmamışdı da orada hətta cavab məktubda yazıb. Arazın bu tayında sənin şöhrətin qəbul olunmur. Sanki məktublar ki, hər söz oxulub onun beyninə sancılırdı. Bunu atıra bilərik. Şöhrətin qəbul olunmur, yox, ümumiyyətlə uyğun gəlmir. Sanki məktubda hər söz oxulub onun beyninə sancılırdı. Hətta Kirin donub qalmağını deyir də. Onun təslim etdiyi ölkələrə artıq biri də əlavə olmuşdu. Xeyr. Orada naburut əksinə bunlar qəbul etməmişdilər də onu. 2 ilə 4 olur. 3 tam olaraq niyə olmur? Ondan danışaq. Sənin şöhrətin və zəfərlərin. Çünki uzana bilər. Yəni bunu deyir.
Təzədən bir də bu fikri desə, bir də bu üçüncü fikri desə, yəni təkrar olmuş olur cümlə. Ona görə də 2, 4 orada cavabımız 3-ü yazmayacağıq. 14. Mətndən seçilmiş plan bəndləri ilə bağlı cədvəldəki səhvi müəyyənləşdirin. Yanlış fikir istəyir bizdən. Təslim olmağa çağırış əsas hissədədir, bəli. Digərlərindən fərqlənən gəmi giriş hissədədir, bəli. Yarım qalan cümlə əsas hissədədir, bəli. Oxla gələn məktub nəticə hissədə deyil. Oxla gələn məktub bir dəqiqə. Oxla gələn məktub haradaydı? Hə, bu an məktubla bir ox sancıldı deyir. O mətnin nəticə hissəsində yox, mətnin əsas hissəsindədir. 14-cü sualın cavabı olacaq şagirdlər D variantı. Sonra deməli baxırıq 15-ci suala. Mətnin ilk həcəsində nöqtələrin yerinə hansı sözlər yazılsa, məcazi məna yaranır. Baxıram mətnin birinci həcəsində nöqtələr olan yerə. Deməli, sübhün atoranında Araz çayının nə cür suları, yəni nə cür su olsa, o məcazi mənalı olar. Baxaq sözə, su bulanıq ola bilər, yorğun ola bilməz, düzdürmü? Su gümüş ola bilməz, düzdürmü? Məcazi olar da, yəni bunu qoysaq, cavabımız olur 2-3, yəni E variantı. Sonra baxıram 16-cı suala, deyir ki, uyğunluğu müəyyən edin, fikir. Altından xətt çəkilmiş cümləyə əsasən İranlıların döyüşmək üçün gəldiyini demək mümkündür. Deməli, altından xətt çəkilmiş cümlə hansıdır? Bizim xətt çəkdiyimiz yox, mətndən xətt çəkilən cümlə. Çaya səpələnmiş İran gəmilərində dəbilqəli başlar, qalxanlar, qılınclar, iki hasar baltalar görünürdü. Bəli, yəni döyüşmə gəldiklərini demək olar da, doğru fikirdir. Və doğrunun da qabağında bir doğru verilib. Arazın bu tayındakı döyüşçü gəmi ilə gələnlərin kim olduğunu bilirdi. Xeyr, bilmirdilər. Və qabağında yanlış verib. Yanlışın qabağında yanlış doğrudur. Bunu belə tapırsınız da. Fikir doğrudursa plus qoyun. Qabağa doğru yazıbsa plus qoyun. Nəticədə burada sonra plus çıxmalıdır. Məsələn, mənfi veribsə, səhv veribsə mənfi qoyun. Yanlış yazıbsa yenə mənfi qoyun. Mənfi orada mənfiyə eləyir müsbət. Yəni sağa müsbət çıxmalıdır. Sağa müsbət çıxmayan variantlar yanlışdır. Bizdən doğru istəyir, yanlış istəyir, doğru istəyir, uyğunluq istəyir. 3-də deyir ki, oxun Arazın bu tayındakı döyüşçü tərəfindən atıldığı fikri ehtimal hesab oluna bilər. Tamam, bu yəni döyüşçü atıb ehtimaldır, doğrudur, amma bura yanlış verib. Müsbət vuraq mənfi, mənfi çıxır. Bunu seçmirik. Gəmidən söylənən dünyanın fatihləri ifadəsi gələnlərin xoşməramlı olduğundan xəbər verirdi. Yanlış, amma doğru verib. Deməli, səhvdir. Hadisənin səhər vaxtında baş verdiyini demək mümkündür. Bəli, sübhün atoranlığı deyirdi. Doğru qabağına doğru verilib. 5 seçirəm. 1, 2, 5 sualımızın cavabı oldu C variantı. Sonra baxıram 17-yə. Tünd hərflərlə verilmiş sözün kontekstə uyğun mənada işləndiyi cümlə müəyyənləşdirin. Tünd hərflərlə verilmiş söz hansı sözdür? Hökmdar Kirin dalğın baxışları Arazın o biri sahilində dolaşırdı. Yəni, baxışları o tərəfdə gəzirdi. Deməli, bura hansı variant uyğun gələcək? Görünür, səs eşidib qaçmaq istəyən atın yüyəni kola dolaşmışdı. Burada ilişmək mənasındadır. Şagirdlərin hamısı bu məsələnin həllinə dolaşmışdılar. Bu da maniyə mənasında ilişməkdir. Fikirləri uşaqlığın qayğısı ilə dolaşırdı, gəzirdi mənasında doğrudur. Küləkli havada hörükləri dolaşmışdı, düyün düşmüşdü. Xeyr, gəzdikcə qara tikanlar dolaşırdı. Bu yerimək, fiziki cəhətdən gəzməkdir, deyil. Cavab C oldu. 18-də baxıram, mətnə əsasən hansı fikirləri təsdiq etmək mümkündür? Tomisin dövlətinin səhəri Araz çayından başlayır. Bəli, deyir ki, sizin
bizim vətənimizdən Araz çayına bu yana keçə bilməzsiniz. Demək, Araz çayından başlayır. Assuriya İmperatorluğu döyüşmədən Kirə təslim olmuşdu. Xeyr. Kirin məqsədi yenə ərazi işğal etmək idi. Bəli, ona görə hücum eləyirdi ora bura. Kir ona məktubla cavab verəcəyini bilirdi. Xeyr, heç nə bilmirdi. 1-3. Sualımızın cavabı oldu A variantı. Gəldik indi açıq suallara. Hadisənin səbəbi hadisənin nəticəsi. Deməli, Kirin gəmisindən yüksək səslə bu taya müraciət olunur. Bunun səbəbi nə idi? Deməli, onları təslim olmağa, yaxınlaşdırın bunu biraz. Deməli, onları təslim olmağa çağırırdılar. Təslim olmağa çağırırdılar. Və yaxud da yazmaq olar ki, qorxudurdular. Deyirdi ki, dünyanın fatihləri gəlib, qorxudurdular, müharibə etmək istəyirdilər. Həmin hadisənin nəticəsi nə idi? Qarşı tərəf qorxmadığını bildirdi. Qorxmadığını dedi. Qarşı tərəf qorxmadığını dedi. Onlara oxla məktub göndərdilər. Oxla məktub yolladılar. Və yaxud da belə vermək olar cavabını. Sonra baxıram 20-ci suala. Deyir, verilmiş mətnə əsasən cədvəlin doğru xanasını seçin və fikrinizi əsaslandırın. Əhəməni hökmdarı 2-ci Kir Azərbaycan cənub torpaqlarını, yaxın və orta şərqin çox hissəsini zəbt etdikdən sonra Azərbaycanın şimal torpaqlarına hücum edir. Burada yaşayan Massagetlərin hökmdarı Tomris tərəfindən təslim olmağı qəbul etmir. Onlar arasında baş verən döyüşdə Massagetlər qalib gəlir, Kir döyüşdə öldürülür. Kursizdə verilmiş hissədə yer alan məlumatlar Tomris mətninin məzmununa deməli, əsasən uyğun gəlir. Heç bir halda uyğun gəlmir seçməyəcək. Çünki Tomrisdən də Kirdən danışdığı üçün mətndə nə cür deyə bilərik ki, heç bir halda uyğun gəlmir. Amma əsasən uyğun gəlir deyirik və bunu nə cür əsaslandıracağıq? Şifahi olaraq deyirəm ki, belə əsaslandıracağıq ki, çünki mətndə də bu kursivlə verilmiş bu hissədə də Tomrisdən və Kirdən müəyyən məqamlarda danışılır. Hər ikisinin hökmdar olmağından və müharibələrindən danışılır, belə deyim. Sonra gəldik ikinci mətnə, keçək indi mətnin suallarına, çünki mətni oxumusunuz. Mətnə əsasən demək mümkündür, demək mümkün deyil sualı. Deməli, uyğunluğu müəyyənləşdirin. Bizdən də doğru fikirlər istəyir mətndə. Baxıram. Deməli, kubok oğurlayan şəxs bir həftə sonra cəhd edir, xeyr. Hələ də bilinmir kim oğurlayıb. Kubok oğurlayan şəxs diqqəti cəlb etmədən Westminster sarayından çıxa bilir ki, hələ də bilinmir kim oğurlayıb. Mətnə əsasən demək mümkün deyil. Kubok oğurlayan şəxs əməli... Üçdə deyir ki, kubok oğurlayan şəxs əməli ilə İngiltərə hökumətini narahat vəziyyətə salır. Demək mümkündür də bunu. Yəni, artıq çıxıb elan eləmək istəyirdilər ki, itirdilər kuboku. Kubok oğurlayan şəxs tutulub eləmir, hələ də bilinmir. 2-4 sualımızın cavabı oldu A variantı. Sonra baxıram 22-ci suala. Hansı abzas özündən əvvəlki abzasla birləşdirilsə, oradakı fikrin davamı kimi götürülə bilər. Deməli, burada. Bir dəqiqə deyim. 1, 2, 3. Bu dördüncü abzas. Bunun üçüncü abzasa birləşdirilsə, bizdə sualın şərti nə deyil? Onun davamı kimi. Çünki kuboku və onun itməyindən və İngiltərə hökumətinin düşdüyü aciz vəziyyətdən danışır. Ona görə sualımızın cavabı olacaq C variantı. Sonra baxıram 23-cü suala. Fikirlərdən hansı tünd hərflərlə verilmiş cümləyə aid edilə bilər? Baxıram tünd hərflərlə verilmiş cümləyə. Ən pisi o idi ki, heç bir şübhəli yox idi. Polislər kubokun izinə düşə bilmirdilər. Deməli, bu cümləyə nə aid edilə bilər? Bu cümləyə o aid edilə bilər ki,
Polislər kubok tapa bilməməyin səbəbi qeyd olunmuşdu. Xeyr. Aşağıdan başlayıram. Bir dəqiqə cümləni bir də oxuyum. Ən pis o idi ki, heç bir şübhəli yox idi. Polislər onun görə kubok indirdi. Deməli, əslində bizim cavabımız onda E olacaq. Səbəbi qeyd olunub. Niyə tapa bilməmişlər? Çünki heç bir şübhəli yox imiş. D niyə səhvdir? Cavabımız deyil. Çünki kubokun hansı ayaqda oğurlandığı göstərilməyib. Həm problem, həm onun həlli o göstərilməyib. C səhvdir. Polisin hadisəyə ciddi yanaşmadığını göstərir. Xeyr. Yaranmış vəziyyətin müsbət və mənfi tərəfləri qarşılaşdırılır. Xeyr. Sualımızın cavabına görə də olur E variantı. Sonra baxım 24-cü suala. Üzərində rəqəm yazılmış sözlərə əsasən səhv fikir müəyyənləşdirin. Yəni yanlış fikir tapmalıyıq. Təşəbbüsçü sözcüylə əvəz oluna bilər. Düzəldilmiş sözcüylə, sili sözcüylə, qeyri-adi sözcüylə, vəziyyətli sözcüylə. Baxaq indi birinciyə. Birinci söz hanı? Təşkilatçı ölkələr. Təşkilatçı ölkələr, yəni işi təşkil edən ölkələrdə hardan biz təşəbbüsçü deyə bilərik ona? Yəni elə cavabımız A variantıdır. Bunu bununla əvəz edə bilmərik. B variantında düzəldilmişdir sözü deyil, düzəlmiş sözü. Baxın bir dənə 2-yə. Gümüşdən hazırlanmış, düzəlmiş qoya bilərik bunun yerinə. Ona görə 2 düzdür. 3 sirli sözüdür. Baxıram müəmmalı sirli şəkildə sayıdan yoxa çıxdı. Bəli. 4-də qəribə, orada qeyri-adi verib. Düzdür. 5-də şəraitdə sözüdür. Vəziyyətdə düzdür. Yəni nə B, nə C, nə D, nə Y uyğun gəlmir. Baxıram 25-ə. Hansı sual cavab tapmaq mümkün deyil. Deməli 1966-cı ildə hansı komanda çempion olur? İngiltərə mətnində var. Sonda deyir ki, qalib gəlirlər. Futbolla hansı əlaqəsinə görə Pickles'in xaltası müzəyə saxlanılır? Kubok tapdığına görə. Kubok hansı səbəbdən Londona gətirilmişdi? Nümayiş etdirmək üçün. Hansı hadisə Pickles'in 1966-cı ildə İngiltərədə ilin seçilməyə səbəb olur? Kubok tapır. Kubok neçə gün ərzində Westminster sarayında nümayiş etdirilməli idi? Bu isə dəqiq bilinmir mətndə. Yəni cavabı yoxdur. Hansı plan mətnə aid edilə bilməz? Plan bəndi sualı ya mətnə ümumiyyətlə aidiyyəti olmayan bir cümlə verilir. Ya da çox bir detal olur ki, plan bəndi ola biləcək səviyyədə olmur həmin fikir. Bir anda məşhurlaşan Pickles, saydan yoxa çıxan kubok, təhlükəsizliyi qorumaq üçün göstərilən səylər. Bunlar hamısı plan bəndi ola bilər. Kuboku tapmaq üçün gətirilmiş it. İt onun üçün gətirilməmişdi ümumiyyətlə. Qızıl suyuna çəkilmiş kubok belə bir şey var idi mətndə. D. Bu yox idi. Çünki orada it sahibi ilə dolaşırdı sadəcə. 27 deyir ki, mətnin tərkib hissələrlə bağlı fikirdən hansı səhvdir? Bu qələbənin sevinci kubokla bağlı baş verənləri unutdura bildi. Cümləsi ilə mətnin nəticə hissəsini genişləndirmək mümkündür. Doğrudur. Mətnin nəticə hissəsində İngiltərənin qələbə qazandığı deyilir. Birinciyi tutmaq bacarır və o cümləni də artırmaqla genişləndirə bilərik. A bizim cavabımız deyil. Mətnin əsas mövzusu olan kubok məsələsinə mətnin hər öz tərkib hissəsində toxunulmuşdur. Kubok məsələsinə mətnin nəticə hissəsində toxunulub. Mətnin giriş hissəsində kubok məsələsinə toxunulmayıb. Ona görə də hər yerində hər 3 tərkib hissəsində toxunulmuş fikri yanlışdır. Tərkib sahəsində əlaqə gözlənilmişdir. Bəli. Giriş hissəsində beynəlxalq əyləşmənin təşkilinə bəhs olunmuşdur. Bəli. Yalnız əsas hissədə yer verilmişdir. Bəli. Cavabımız oldu 27-də B variantı. 28. Mətndə bəhs olunan proseslərin ardıcıllığı hansı bənddə göstərilmişdir? Asan bir sualdır. Deməli, birinci kubok təhvil verilir İngiltərəyə. Ondan sonra İngiltərə hökuməti bunu görməni təmin etmək istəyir. Ondan sonra kubokun qorunması ilə bağlı tartışmazlıqların olması məlum olur və Pickles adlı it ölkədə məşhurlaşır. 2, 3, 4, 1 sualımızın cavabı C variantı olur. 29-da deyir ki, qarşısında
Kvadrat şahisi qoyulmuş sözə əsasən cədvəl tamamlayın. İşləndiyi məna həqiqi və ya məcazi, sözün digər mənada işləndiyi cümlə. Deməli, qarşısında kvadrat qoyulmuş söz üzləşdiyi sözüdür. Bu, mətndə işlənib məcazi mənada. Bunun digər mənada deyirəm ki, mən onunla məsələn qapıda üzləşdim. Yəni rastlaşdım mənasında. Olur məcazi mənadan yox, digər mənada işləndiyi nümunə. Aha, gəldik indi abzas. Deyir, mətnin neçəndə abzaslarına əsaslandırmaq mümkündür. Deməli, ayaq üstə duran qadın formasında düzəldilən kubok Yunan ilahəsinin adını daşıyırdı. Kubokdan danışılan abzas. İlk dəfə danışılan abzas. Bax, bu ikinci abzasdır. Deməli, bura yazırıq ikinci abzas və yaxud Rom rəqəmləri ilə və əsaslandırırsan ki, kubokun xüsusiyyətlərindən bu abzasda kubokun xüsusiyyətləri verilmişdir. Sonra, belə etiraf ölkənin beynəlxalq aləmdə nüfuzdan düşməsi ilə nəticələnə bilərdi. Bu, harada bunlar etiraf eləmək istəyirdilər? Bir dənə həmin yerə baxaq. Elan etməyə hazırlaşırdı. Və bu 4-cü abzasdır. Deməli, buraya yazırıq. 4 və yaxud da belə 4. Çünki bu abzasda tapa bilməməklərindən və etiraf eləməyə hazırlaşdıqlarından bəhs olunur. Yazırıq ki, etirafa hazırlaşılmasından bəhs olunur. Sonra, sonuncu da Pickles'ı ölkədə çəkilən bir sıra seriallara və soyuq burunlu casus filminə dəvət edirlər. Bu da bu itlə bağlı sonuncu abzas, bu itin məşhurlaşmağı ilə bağlı abzas, itlə bağlı sonuncu abzasdır da elə bir ki bu. 6-cı abzas. Bura artırıla bilər. Çünki burada Pickles'ın ölkədə məşhurlaşmasından danışır. Mən qısa deyirəm, siz uzun yazın. Məşhurlaşmasından danışır. Belə. Bu qədər. Növbəti izahlarda görüşənədək kanala abunə olmağı, videonu bəyənməyi və iradlarınızı, təkliflərinizi, xoş sözlərinizi rəy bölməsinə qeyd etməyi unutmayın. Sağ olun.